Xəbər verdiyimiz kimi, Lerikdə bir neçə gün əvvəl itkin düşən və meyti çay dərəsindən tapılan 35 yaşlı Şahin Musoğlu Şərifovun qətlə yetirilməsi müəyyən edilib. Qafqazinfonun məlumatına görə qətldə şübhəli bilinən 34 yaşlı Elşən Ağabalıoğlu Ağayev əvvəllər Lerik rayon Gənclər və İdman İdarəsində çalışıb. O, zabit kimi Vətən müharibəsində və daha sonra keçirilmiş antiterror tədbirlərində iştirak edib. Elə antiterror tədbirlərində snayper gülləsinə tuş gələn Elşən həmin vaxt hospitala yerləşdirilib. Onun psixologiyasının da pozulduğu və psixi müalicə aldığı bildirilib. Əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Elşən Ağayevin mayın 31-də Lənkəran-Lerik avtomobil yolunun 51-ci kilometrliyində özünə məxsus avtomobildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Makarov tipli tapança ilə atəş açaraq Şahin Şərifovu qəsdən öldürdükdən sonra avtomobilini Lerik-Göydərə avtomobil yolunun Nisli kəndindən keçən hissəsinə sürərək meyti yoldan aşağı istiqamətdə dağın ətəyinə yuvarlamasına əsaslı şübhələr müəyyən edilib. Digər məlumata görə Elşən Ağayevlə Şahin Şərifov əvvəldən tanış olublar. Onların arasındakı münaqişənin hansı səbəbdən baş verməsi, atəşin harda açılması və digər detallar hələlik məlum deyil. Həmin qazinin tapança silahını necə əldə etməsi və saxlaması da araşdırılır. Qeyd edək ki, iyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyti rayonun Monidigah kəndinin ərazisində yerləşən çayın kənarında aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib. Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş Makarov markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.